Xoş gördük. Azərbaycan hakimiyyəti baş prokurorluq vasitəsilə bildiyiniz kimi Avropada və Amerikada yaşayan bir neçə mühaciri Bakıya çağırır və rəsmi bildirişlərlə ictimai televiziya, dövlətin televiziya və saytlarında hamısında bu barədə açıq mətnlərlə jurnalistlər oxuyurlar. Bir neçəsini izlədiniz və çağırılanlar içərisində Məhəmməd Mirzəli və mən də varam. İndi Məhəmməd Mirzəli ilə danışacağıq. Düzdür, bir xeyli vaxt idi siz Məhəmməd Mirzəlini efirlərdə görmürdünüz. Özünün işləri var, amma ki, fəaliyyəti də öz yerindədir. Məcbur elə bil ki, Mir Şahinlər, Azərbaycan hökuməti deyir ki, Məhəmməd, heç yerə getmə, gəl bizimlə vuruş, bizə qarşı mübarizəni davam elətdir, niyə yoxsan sən ortalıqda? Özləri səni geri qaytırmağa məcbur edirlər. Məhəmməd bəy, salamlayıram sizi və mən Dövlət Televiziyasının çağırışlarını, baş prokurorun səsləndirdiyi fikirləri, mətnləri də burada ekranda göstərəcəm. Bəyənin videonu sona qədər izləyin. Azad Söz kanalına, Made in Azərbaycan kanallarına abunə deyilsinizsə abunə olun. Məhəmməd bəy, xoş gördük. Hər vaxtınız xeyir olsun Tural bəy. İzləyicilərinizi salamlayıram. Hər kəsdən xahiş edirəm ki, salamlayan bəyənib paylaşsınlar ki, daha çox insanlara səsimiz çatsın. Demək, bu şok edici bir xəbər deyildi. Zaten bilirsiniz ki, Azərbaycan hakimiyyəti hər zaman sizə, mənə və digər Azərbaycanlılara, yəni xaricdə yaşayıb Azərbaycan hakimiyyətinə qarşı çıxan şəxslərə qarşı bu formada cinayət işləri açıb və onlar haqqında güya ki, dırnaq arasında isə beynəlxalq axtarış verirdilər. Və heç də təəccüblənmədim. Sadəcə olaraq mənim üçün maraqlı olan bir şey odur ki, az öncə dediyiniz kimi, yəni mən bir ildən çoxdur ki, ümumiyyətlə siyasi fəaliyyətdən məşğul olmuram. Sadəcə olaraq Avropa Parlamentində hər hansısa bir yerdə, hər hansısa bir çıxış edərəm, etmərəm. Yəni Azərbaycan dilində ümumiyyətlə mən videolar çəkmirdim. Amma buna rəğmən Mir Şahin Ağayev hər həftə mənim haqqımda sujetlər, videolar hazırlayırdı və bunu mənə göndərən şəxslər var idi. Göndərirdi ki, bəs paylaşırdı ki, mənim haqqımda ki, Məhəmməd Mirzə hara getmisən, səndən əl çəkən deyiləm. Hətta deyir ki, Mir Şahin ölsə belə də, övladları da bizim haqqımızda, sizinlə mənim haqqımda mübarizəni davam etdirəcəklər. Və ona üzr istəyirəm, mən əlbəttə ki, qarşıda bizim 5-10-15 dəqiqəlik verilişimiz olacaq, danışacağıq, sözünüzü kəsdiyim üçün də üzr istəyirəm. İstəyirəm əvvəlcədən baş prokurorluğun bizi Azərbaycana, Bakıya çağırması ilə bağlı sizinlə bağlı da materialı, özümlə bağlı materialda kiçik bir hissə, hərəsində bir dəqiqə, onu mən göstərirəm. İlk öncə sizdən başlayaq. Sizə hansı maddələrlə cinayət işi açıblar və ayın neçəsi, aprelin neçəsi sizi Bakıya çağırırlar və Bakıya Məhəmməd Mirzəli gedəcəkmi? Biz ondan danışacağıq. Respublikası Baş Prokurorluğunun qanunvericiliyə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları şirkətinə təqdim etdiyi rəsmi məlumatı diqqətinizə çatdırırıq. Təqsirləndirilən şəxs Mirzəli Məhəmməd Fazil oğlu barəsində Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş. Təqsirləndirilən şəxs 27 may 1976-cı il təvəllüdlü Mirzəli Məhəmməd Fazil oğlu. Şəxsiyyət vəsiqəsinin seriyası 09. Məhəmməd bəy, siz 1976-cı il təvəllüdlü. Var mən Elşad Məmmədovun təvəllüdünü qoydular burada. Yanaşı mətnlərdə oxuyurlar. Yanaşı mətnlər də eyni mətnlərdir. Elə bir ki, bir fabrikdən gəlib baxamsa, o cəhətdən qarışdırmışlardı. Nə gəldi? Bas Məmmədov 3909449. Azərbaycan şəxsiyyət vəsiqəsi varmı əlinizdə? Mənim Azərbaycana aid nə pasportum var, nə şəxsiyyət vəsiqəm var. Bir dənə Vayne betim vardı, onu da zırdım elə canlı yayımda atdım getdi. Çünki deyirlər ki, şəxsiyyət vəsiqəsini götürsün, gəlsin. İndi görməyirik, görməyirik. 60LU57Z. 3. Çağırışa gəlmənin vaxtı və yeri. Təqsirləndirilən şəxs Mirzəli Məhəmməd Fazil oğluna izah edilir ki, o şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 21 aprel 2025-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlıq küçəsi 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir.
Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri ilə 2 iyun 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdir. Qərara əsasən onun 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi ixtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Mirzəli Məhəmməd Fazil oğlu istintaqdan qaçıb gizləndiyi üçün 2 iyun 2018-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və uzundur. Artıq orada maddələr mən konspektləşdirdim və təqdim etdim. Sən istintaqdan qaçıb gizlənmirsən? Mən istinad niyə qaçıb gizlənirəm? Mənə deyir ki, 2018-ci ilin əvvəllərində. Bax, mən indidən bir şey bildirmək istəyirəm. Çünki sabahlar mən bu videomu başqa yerdə istifadə etməsinlər. Mən ictimai televiziyada yayınlanan bu, belə deyək, rəsmi bəyanatı rədd edirəm. Çünki orada cinayət işi ilə bağlı detallar açıq şəkildə bildirilmir. Deyək ki, 2018-ci ilin əvvəllərində cinayət işi açıblar. Detal yoxdur ortada. Mənim familiyam, doğum günümü, doğum tariximi ümumiyyətlə səhv deyirlər. O cəhətdən mən deyirəm ki, o sən deyirsən. Mən deyirəm. Baş prokurorluğun belə deyək də bu yaydığı absurd ittihamı belə deyək də mən rədd edirəm konkret olaraq açıq şəkildə. Və mən bu videomda bu tarixdə bu formada qalmışam. Bildirişlə qəbul etmirsən. Hə? Bildirişlə qəbul etmirsən. Bildirişlə qəbul etmirəm çünki bildiriş Sən 76 təvəllüd deyilsən. 76-cı ildə mən dünyədən gəlməmişəm, 94-də dünyaya gəlmişəm. Ondan əlavə olaraq orada deyir ki, qaçıb gizlənmişəm. Mən 2018-ci ildə Fransada yaşayıram. 2016-cı ildə Fransada yaşayıram. Mən qaçıb gizlənməmişəm ki, mən burada yaşayıram. Və 2018-ci ildə cinayətçi açıblar deyir ki, 2018-ci ilin əvvəllərində elə bir ki, dağda eşşək osaran adamlar oturublar şeyin başında, prokurorluğun başında yazıyor. Baş prokurorluqda ki, gəlin şey eləyən. Və üçüncü məsələ. Mən elə bir ki, toya çağırırlar, Dəndəcül prospekti. Bilmək istəyirəm, bu şadlıq sarayıdır, yoxsa qapı toyudur. Deyir şəxsi fərqi götürəcəklə. Dördüncüsü, mən Azərbaycana girişim qadağandır. Niyə görə? Çünki mən Fransada hazırda Fransa vətəndaşlığıma az qalıb. Bir ay, olsun ki, 2 həftə, 3 həftə, 5 həftə baxıram. Vətəndaşlığım gəldi. Gözləyirəm vətəndaşlığımı. Hələ ki vətəndaşlığım gəlmədiyi üçün mən siyasi mühacir statusunda yaşayıram. Təbii ki, Cenevre konvensiyası belə deyək, Cenevre konvensiyasının tələblərinə uyğun olaraq dünyada qorunuram, internasional qorunma altındayam. Və orada yazılır ki, Azərbaycan səfər edə bilmərəm mənim pasportumda. Ay Kamran Əliyev, mən pasportumda Azərbaycana səfər edə bilmərəm yazılıbsa, mən necə gəlim Azərbaycana? Azalım oğlu. Mənə sən şəxsi vərəqəsi götür. Mən şəxsi vərəqəm. O şəxsi vərəqəsini mən cırıb atmışam, çıxıb gedib. Mən Azərbaycanla bağlı bütün bağlılıqlarımı belə də kopartmışam. Mən yenə deyirəm, bax mən hər dəfə deyirəm, Azərbaycanda siyasi proseslər dəyişsə belə, Azərbaycanda hakimiyyət dəyişsə belə, mən o ölkə mən açıq danışıram. Mən açıq danışmaq sevən bir insanam. Heç vaxt qayıtmayacağam. O ölkə demokratiya gəlsə belə qayıtmayacağam mən. Çünki o qədər belə deyək, orada mən işgəncələr görmüşəm, pis rəftar görmüşəm, incimişəm. O cəhətdən mən qayıtmayacağam. Və yenə deyirəm, Azərbaycan hakimiyyəti sabahlarım indi təbii ki, indi o qələt edə bilməz. Yəni sabahlar müdürün gəlib oğurlayarlar, nəsə bir şeylər, mümkünatı yox da. Sabah işləyirlərsə, apararlarsa, görsələr ki, mən Azərbaycandayam, deyirəm ki, mən öz istəyimə gəlmişəm, bu yalandır. Mən heç vaxt Azərbaycan getmək fikrim yoxdur və getməyəcəm də. Yəni budur. Kamran Əliyevə səslənmək istəyirəm ki, ay orada oturmusan, ay Kamran Əliyev, 2 eşkəyin arpasını bölə bilmirsən. Orada cinayət prosedural məcəlləsindən uyğun olaraq cinayət açmısınız, deyirsən 2018-ci ilin əvvəllərində. 2018-ci ilin əvvəllərində mən o vaxt Orduxanı müdafiə edirdim. Orduxan Bədirov da. Orduxan Teymurxanı mən müdafiə edirdim. O vaxt onun yaxınlarını tutmuşdular. Həmən vaxtı mən insanları mitinqə çağırmışam. Azərbaycan diktaturadır və mən diktaturaya qarşı insanları meydana səsləyirəm. İndi insanlar gəlirlər orada, polisə daş atarlar, Molotov kokteyl atarlar, nəm vurarlar, sındırarlar. Onun mən məsuliyyətini daşımıram ki, mən çağırmışam insanları ki, gəlin sivil aksiya. Çıxın aksiya. Ümumiyyətcə nə bilirsinizsə o formada eləyin. Nə demişəm ki, çağırmışam cəmaatı. Diktatorası deyəstəyirəm ki, İlham Əliyev, sən atun qoru, sən atun ruhu, sən atun o ağzındakı proses, dişin. Bir çıx get ki, nə? Deyəstəyirəm ki, mən İlham Əliyev deyirəm ki, İlham Əliyev, rədd olucunan Azərbaycan xalqına səslənəm çıxın meydanlara
Tural. Normal sivil qayda. Demirsən ki, əlinə silah al. Nə deyirsənsə arxasında dayan. Silah deməmişəm. Hətta 2019-cu ildə, 2018-ci Nə ildə demirsənsə arxasında dayanırsan da. arxasında dayanıram. Təbii ki, mən heç vaxtı, baxın 2019-cu ildə hətta mənim canlı yayımlarımda belə insanlar zəng edirlər, mitinqə çağıranda ki, nə bilim, silahlanın, nəyin, nə qarın belə bir sözlər deyirlər. Mən deyirdim ki, insanlara, bu sözləri efirdə deməyin. Biz sülh belə deyək də, mən bu efirdə məsuliyyət daşıyıram. Sivil mübarizə. Mən istəmirəm ki, hansısa bir Azərbaycanlının qanı axsın. Təbii ki, İlham Əliyevdən savayı, İlham Əliyevin qanını axıtdılar, nə axıtdılar, Azərbaycan xalqının özü bilər. Onun haqqında mən məsuliyyət daşımıram. Təbii ki, sivil insanlardan söhbət gedir. Qaldı ki, Kamran Əliyevin bu təklifinə ki, Azərbaycana qayıdır. Mən Azərbaycana bir şərtlə qayıdaram. Mən Azərbaycana bir şərtlə qayıda bilərəm ki, İlham Əliyev bığın qırxsın. Baxın, mən sizə real deyirəm ha. İlham Əliyev bığın qırxsın. Və efirdə açıqlama verməsin ki, bu belə deyək də bığın qırxdı, nə bilim hansı səbəbdən. Məsələn, deyə bilərlər ki, məsəl üçün Fuad Əsgərov çıxsın desin ki, İlham Əliyev bilirsiniz ki, Novruz ərəfəsindəyik. Tonqaldan tullanan yerdə onun bığı ütülüb. Məsəl üçün, yəni ola bilər də, məsələn, o da düşdü, bığı yandı. O cəhətdən İlham Əliyev bığın qırxdı. Bax, İlham Əliyev bığın qırxan günü açıqlamaya bilərlər də. Sadəcə biz onu görək ki, Azərbaycan ictimaiyyətin qarşısında İlham Əliyev bığsız görsənsin, konkret olaraq bığı olmasın onun. Mən Azərbaycana gəlməyə razıyam. İndi İlham Əliyev indi mənim Azərbaycana gəlməyimi istəyirsə, bığın qırxsın, özünü fəda etsin. Yəni bığların fəda etsin, mən də çıxındırım gəlim Azərbaycana. Baş prokurordan gülməli vəziyyətdə adam zarafat etmədən üstündən keçə bilmir bu məsələ. Zarafat etmirəm, amma mən ciddi danışıram. Görünəcək, mən deyirəm. Dəyərli dostlar, yayımı bəyənməmisinizsə, yayımı bəyənin. Deməli, Bakıya çağırılanlar içərisində mən də varam. Sən də varsan da. Sən nə fikirləşsən bəs? Danış. Göstərim mən. Qısa 1 dəqiqə yarımlıqdır video. İctimai televiziyada. Təqdim edirik. Bu sənsən. Respublikası Baş Prokurorluğu Bu. Sadıqlı Tural Əlifzət oğlu barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş. Təqsirləndirilən şəxs 10 iyun 1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlifzət oğlu. Təqsirləndirilən şəxs Sadıqlı Tural Əlifzət oğluna izah edilir ki, o şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə saat 14:00-da Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin inzibatı binasına gəlməlidir. İnternet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrini qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi ixtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. İstintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi 14 mart 2025-ci. Mən açıq çağırışlar etmişəm və nə etmişəm də sözümün arxasındayam. Yaxşı eləmişəm, bundan sonra da edəcəm. Amma orada mənə qarşı irəli sürülmüş ittihamlar böhtandır ki, hakimiyyəti zorla ələ keçirməyə çağırışlar etmişəm. Zorla ələ keçirməyə çağırışlar etməmişəm. Sivil qaydada insanlar gəlməlidir, haqqını tələb etməlidir. Məmurları onların binalarının qarşısında sivil etiraz aksiyaları keçirməklə cəzalandırmalıyıq. Videomu nəzərdə tutaraq, çünki həmən tarixdə o videonu mən çəkmişəm, mənə cinayət işi açıblar. 2019-cu ildən bəri 6 ildə onu hər ildə bəlkə də 10 videoda təkrarlamışam. Niyə onu da təkrar yenə də siz o günləri də mənə cinayət işi açmamısınız? Düz eləmişəm, bundan sonra da edəcəm, indi də edirəm və yaxşı eləmişəm və haqqım da çatır, xalqın da haqqı çatır ki, sizi sivil mübarizə ilə cəzalandırmağa. Sözünüz nədir? Azərbaycana gələ bilərəm. Mən hansı şərtimi əvvəlki videoda mən açıqlamışam. Burada bir cümlə ilə deyirəm. İlham Əliyev xalqdan üzr istəsin. Mən də xalqın bir nümayəndəsiyəm. Məndən də üzr istəmiş hesab edəcəm və gələrəm Azərbaycana. Başqa cür mən Azərbaycana gəlməyəcəm. Buradan da deyirəm.
eyni şəkildə bu da yazılsın tarixə bu video ilə ki, ola bilər məni hardasa oğurlayıb götürüb apararlar, sonra bilmirəm indi təzyiq altında olaram. Mən nə təzyiq altında olsam da öz iradəmlə mən heç vaxt boyun əymərəm, çıxış etmərəm ki, məsəl üçün İlham Əliyev yaxşıdır, mən bura öz istəyimlə gəlmişəm və yaxud da və s. Məni yalnız öz iradəmlə kənar, yəni mən deyirəm döyərək də, öldürərək də, işgəncə verərək də məni danışdıra bilməzdir. Buradan açıq deyirəm mən. Bunu da açsınlar, qulaqlarını eşitsinlər. Mən qorxan adam deyiləm. Sizin bilmədiyiniz nələri görmüşəm mən. Sadəcə olaraq hansısa psixotrop dərman verirlər, neysə eləyərlər, özümdə olmaram və nə dediyimdən xəbərsiz ola bilərəm. Hə, yalnız o şəkildə. Öz iradəmlə qorxu altında, təzyiq altında heç bir söz deyəmərəm mən, demərəm. Mən Azərbaycana başqa şəkildə gəlməyəcəm və mən Alman vətəndaşlığına müraciət də etməmişəm, etmək fikrimdə yoxdur. Mən Azərbaycan vətəndaşı olmaq, sonuna qədər olmaq fikrindəyəm və Azərbaycana gəlib, Azərbaycanda prezident seçkilərində iştirak edib və prezident olmaq iddiasında olan şəxsəm. Ona görə də başqa ölkənin vətəndaşlığını mən qəbul etmirəm, etməyəcəm də. Azərbaycan vətəndaşlığından çıxmayacam da. İlham Əliyev, mən eşitdiyimə görə, bəzi mühacirləri ümumiyyətlə bir imzası ilə vətəndaşlıqdan çıxartmaq olmaq istəyir. Yəni, bunu qarışa bilmərəm mən. İlham Əliyevin səlahiyyəti daxilindədir, amma qanunsuz səlahiyyətdir. Əgər İlham Əliyev məni vətəndaşlıqdan çıxartmasa özü, mən vətəndaşlıqdan çıxmayacam. Azərbaycan vətəndaşı olub, gəlib seçkilərdə də iştirak edəcəm. Bu mənim yəni dəyişilməz bir mövqeyimdir, belə də qalacaqdır. Mən heç bir ölkənin vətəndaşlığını da qəbul etmə fikrimdə deyiləm, amma sən dediyin kimi, mənim Almaniya Federativ Respublikası tərəfindən mənə verilən pasportda konkret maddə yazılıbdır ki, bu adam Azərbaycana gələ bilməz, Azərbaycana gedə bilməz. Azərbaycandan başqa dünyanın hər yerinə gedə bilər, yalnız Azərbaycana girişi qadağandır. Mənim Azərbaycan pasportum yoxdur, Azərbaycana da mən qanuni yollarla gələ bilmərəm. Gəlmə həm fikrim yoxdur, həm gələ bilmərəm. Azərbaycanda məni nə vaxtsa görsəniz, bilin ki, qanunsuz gətiriblər, oğurlayıb gətiriblər məni. Bu da belə qəbul olunsun. Şəxsiyyət vəsiqəm var, amma şəxsiyyət vəsiqəmin vaxtı bitibdir. Bu da dedim ki... İndi nə fikirləşirsiniz? İndi Azərbaycan səfirinə müraciət edəcəkmisiniz bununla bağlı ki, şəxsiyyət vəsiqəniz dəyişilsin? Bəs çünki Kamran Əliyev o boyda Azərbaycanın baş prokuroru bu boyda iddianamə hazırlayıb haqqınızda. Yox, Azərbaycan səfirliyinə mən baş vurmayacam. Səfirlikdəkilər mən adam hesab eləmirəm. Hələ bir məmur qalsın. Hamısı xəyanətkardılar. Ümumiyyətlə, qanunla mən Azərbaycan səfirliyinə də müraciət edə bilmərəm. Azərbaycana belə şərtlər altında getmə fikrim yoxdur mənim. Ümumiyyətlə, Leyla Əliyevə müraciət edəsiniz. Niyə? O ki, belə deyək də. Humanistdir. O humanistdir, bəsi insanpərvərdir, insansevərdir. Yox, heyvansevərdir o, insansevər deyil. Yüz insan, iç sevərdir. Bəlkə sizin snokunuza görə elə sizi bağışladı. Nəysə. Həqiqətən də biabırçılıqdır. Yəni ki, bugünkü... Bax, mən 2018-ci ildə cinayət işi açıblar da deyən, mən saxta qurma cinayət işi. Neçə il keçib üstündən? 5 il buradan 2 il oradan, ardasa 7 il keçib üstündən də artıq. 7 ildir bir qələt edə bilməyiblər. İndi Kamran Əliyev gəlib deyir ki, bax, cənab prezident, mən eləyəcəm, bax, mənə bir şeylər. Yox, Kamran Əliyev, Məhəmməd bəy, Kamran Əliyev artıq 6-cı ilinədir ki, bu vəzifədədir. Bu Kamran başı üçün deyil. Kamran Əliyev, Əli Nağıyev və Əli Nağıyev tək iş görmür. Onun elə orada ortağı var. Ceyhun Şadınski, birinci mavini. Bütün işləri o görür. Çünki Əli Nağıyevin başı kommersiyaya qarışıbdır. Sonra Daxili İşlər Naziri xüsusən bu məsələlərlə maraqlı deyil. Əsas DTX və baş prokurorluq. Bu işlə bağlıdır, bizimlə bağlı. Hətta Azərbaycan Xarici Kəşfiyyat Xidməti də bundan yəni də əlaqəli deyil. Bu iki qurum əllərindən gələni edirlər ki, güya bir iş gördüklərini etsinlər. 2019-cu ildə həm Əli Nağıyev gəlib, həm Kamran Əliyev gəlib. Üzərindən 6 il keçibdir ki, heç bir qələt eləyə bilmirlər. Mühacirləri Azərbaycana gətirilməsi baxımından, susturulması baxımından, nə biləm, heç ələ alınması baxımından nə qədər pullar təklif edirlər, bir mühacir o pulları belə qəbul etmir.
ki, bunlara durub yaltaq olsun, keçsin bunlar tərəfə, sussun və yaxud da ki. Bəziləri yalandan xəbər yayırlar ki, Məhəmməd sustu da, susturdular onu. Məhəmməd susmayıb, öz işi ilə məşğuldur, biznesi ilə məşğuldur. Məhəmmədi mən tanıyıram da, nə ilə məşğuldur. Yeri gələndə lazım olanda çıxır efirə. Susmuş adam, yəni lazım olan vaxtı, yəni məsələ yarananda efirdə niyə olsun ki? Yaxın zamanda elə deyim ki, bizi Bakıya çağırdıqları aprel ayında Məhəmməd Mirzəli ilə görüşümüz var, videolarımız da olacaqdır, çəkilişlərimiz də olacaqdır. Ola bilsin ki, elə birgə Bakıya, bilmirəm, bəlkə təyyarədə video çəkdirdik və gəlirik. Bəlkə, gələn və Məhəmmədlə bir yerdə görüşümüz olacaq. Gələk Kamranı götürək özümüzlə bərabər. Kamran Əliyev götürək, aparaq onu da. Onsuz da o istirahət eləməyi filan bacarmırlar. Bunların milyardlar, milyonlar olsa belə bunlar bu Adnan Əhmədsədədir, Banardır, nə bilim. Baliyə gedirik, Vyetnama. Bu gətirlər aparaq elə Taylanda, orada elə Kamran Əliyev bir istirahət eləsin orada. Taylandda bir gəlsin, görsün o çimərlikləri filanları. Desin ki, həyat var imiş. Baş prokurorluqda ucu nəsə mən sənin əfində başqa söz demək istəyirəm, amma onun otağın ümumiyyətlə o qədər iylənib ki, o otaq elə bilir ki, elə o dünya elə ordadır, onun otağındadır, baş prokurorda. Başı çıxart pəncərədən sonra hava aldı Kamran Əliyev. Gəlin mən Kamran aparaq bir istirahət eləsin orada, bir özünə gəlsin. Ondan sonra ağıllanacaqdı orada. Baxın, bir məsələn deyim, bu düzdür, zarafat bir eləyirik, bu bir tərəfə, amma ciddi bir neçə məsələ var. Əgər İlham Əliyevin yanında oturan, baş papaqlı, özünə hörmət edən və İlham Əliyevə hörmət edən kimsə varsa, bax buna diqqətlə qulaq asın. Bu oyunlar hamısı, bu şouları niyə DTX rəisi Əlin Ağayev və baş prokurorluq çıxardır? Baxın, 2018-ci ildə Məhəmməd Mirzəli, sizin ailəniz, Ordu xanın və digərlərinin, mənim ailə üzvlərim Bakıda nə oyunlar çıxartdılar ki, bizi həbs etmək, güya təzyiq göstərmək, bunu kimin vaxtında edirdilər? Prezidentin köməkçisi Əli Həsənova vaxtı vəzifədə idi. DTX rəisi o vaxtı Mədət Quliyev idi. Nə oyunlar çıxartdı, özünün sukalarını götürərdi Avropaya ki, bəlkə o sukalar sustursun biz mühacirləri və baş prokuror Zakir Qarolov. Onların gedə-get vaxtı idi. Gedə-get vaxtlarında bu oyunları çıxartdılar. Yadınızdadır, dəyərli izləyicilər, yadınızdadır. Üzərindən bir il, yarım keçəndən sonra getdilər. Çünki onlara da tapşırıq verilmişdi ki, siz necə bunları həll edə bilmirsiniz. İndi deməli, Kamran Əliyev də, DTX-nın rəisinin də getmə vaxtıdır. Çünki əlləri armud toplayır. Çünki bizi sustura bilmirlər, ələ ala bilmirlər, yoldan çıxarda bilmirlər və bilməyəcək. Əsas odur. Bunlar suka axtarırlar, suka, satqın axtarırlar ki, dostun satsın, bir də yaxının satsın, iş verənin eləsin. Bu bizdə yoxdur belə şey. Bu mümkündür. Bunu bilin belə. Getdilər əvvəlkilər. İndilər də, indikilər də getmə ərəfəsindədir. Bax, Əlin Ağayev. Əgər İlham Əliyevin cəsarəti olsa və yaxud da ağlı yerindədirsə, o Əlin Ağayevin yerinə onun yanındakı Ceyhun Şadlınskini qoymaz. Əlin Ağayev getsə. Çünki Əlin Ağayevin elə torbasını tikir Ceyhun Şadlınski ki, Əlin Ağayev getsin, bəlkə də bizi həqiqətən də sıradan çıxarda bilərdilər, nə bilim də, nail ola bilərdilər, uğur əldə edə bilərdilər. Amma Ceyhun Şadlınski şəxsən buna imkan vermir. Ki, bu uğur Əlin Ağayevin adına yazılacaqdır. Niyə yazılsın onun adına? Qoy uğursuzluq yazılsın Əlin Ağayevin adına. Və o getsin, onun yerinə mən gəlim, bəlkə gələcəkdə hansısa bir iş görsün. Bir əlavə edə bilərəm, Tural. Bax, bu iki sinifiniz vasitəsindən verirəm. Bax, Ceyhun Şadlınski bir nəfərlə kontakta keçib, mən bu cinayət məsələmlə bağlı yanınıza gəlirsəm, Azərbaycan hakimiyyətini ittiham edirəm. Ceyhun Şadlınski konkret olaraq bir adama deyib ki, Avropada yaşayan adama, abi dövlət təhlükəsizlik xidmətinin nə günahı var, o bizi suslayır. Bunun hamısı DTX rəisinin birinci müavinidir. Birinci müavini Ceyhun Şadlınskinin dediklərini deyirəm. Bizim nə günahımız var, onu sokar edib, geçsin sokardan yapışsın da. Görün ölkə nə gündədir, gör dövlət təhlükəsizlik xidməti nə gündədir ki, gör nə gündədir ki, sokara söz çatdıra bilmir ki, dövlətin adı çəkilir burada. Əgər sokar məsələsində, bunlar indi bir yol belirləkdə cığıra azdırmaqdan ötəni bu şey deyirlər. Adam da çox gözəl cavab verib, o deyib ki, yox, şeydir, mən nə bilim, filandır, bəs məkandır.
Yəni bunlar hamı Ceyhun Şadlınski təbii sən dediyin kimi. Ceyhun Şadlınski istəməz ki, bu məsələlər belə deyək də, avam kürsüsü məsələ tutmuşdum 1 ildir, ortalıqda heç yox idim. Arada belə çıxardım, danışardım, danışmazdım, mülayim şəkildə spiker edirdim. Görün bunların o qədər vəziyyət olurdu ki, istəmirlər ki, abi mən bu Əli belə deyək də, Nağıyevin vaxtında, siz Əli Nağıyevin vaxtında çıxıb bu həyat yaşayasınız. Yox, bunlar istəyirlər ki, bu çaxnaşma baş versin. Ceyhun Şadlınskidir. Gələn kimi bəli desinlər ki, Ceyhun Şadlınski söhbəti həll etdi. Necə ki, məsələsində Bəylər Əyibovun ətrafında bu hadisələr baş verdi, filan kəslərin bəzən yazıldı. Yəni söhbətlər, maraqlı söhbətlər var burada. Maraqlı söhbətlər var. Bir başqa bir söhbət də var. Nə qədər pullar yeyilir? Bax, bizlə bağlı güya işlər görürlər, alırlar dövlətin həm büdcəsindən, həm güya troll ordusuna pullar ayrılır adı ilə, həm medianın güya inkişafı agentliyindən pullar ayrılır kimlərəsə bizlə mübarizədə, həmçinin də ki, bizi vurdurmaq üçün nələr pullar ayrılırlar. Baş prokurorluqda cinayət işlər açılıb, Avropa ölkələrinə müraciətlər üçün, bunun üçün adamları Avropada ələ alırlar, Avropalı o miqrasiya və yaxud da ki, hüquq mühafizə orqanlarının adamlarını, bundan da xəbərimiz var. Mən çox şey örtbasdır edirəm, yəni aşkara çıxarmıram, çünki o Almaniyada olan şəxsən, mən Fransanı bilmirəm, Almaniyada sizin hansı Alman məmurları ələ almağa çalışdığınızdan digər qurumların o xəbərləri var. Və onları əlbəttə ki, öz vətəndaşlarını bunların tutulsa, öz vətəndaşlarını minəcəklər, cəzalandıracaqlar, amma sizin adını sallanacaqdır. Və məni Avropa parlamentində mən demişdim, bu haqda konuşmayacağam. Çox pullar deyirlər. Azərbaycan xalqının pulları, bax, özə Tural, bax, burada bir məsələ var da, bunlar ilin elə bir ki, əvvəlindən, ilin əvvəl deməyək də, yəni ilin sonunda, ilin əvvəlində, bax, bu işlərlə məşğuldurlar. Bir də ilin ilk 3 ayında, ilk başlanğıc 3 ayında, mənə nə vaxt vurmuşdular, Tural? 2021-ci ilin 14 martında. Cinayət işi bizim haqqımıza nə vaxt yayınlandı? 2025-ci ilin 14 martında. Görürsünüz, bunlar təsadüf deyil. Bunlar hamısı hesablanmış, hamısı kalkülyat, belə deyək də, hesablanıb ortaya çıxarılmış şeylərdir. Niyə martın 13-də vermədilər? Hə? Niyə martın 12-də vermədilər? Martın 14-də. Bunlar qəsdən başa düşürsünüz, sübut etməyə çalışırlar ki, bəli, sizə qarşı olunan bütün sui-qəsdlərin arxasında biz Azərbaycan hakimiyyət dayanmışıq. Kamran Əliyev dayanıb, Əli Nağıyev dayanıb, İlham Əliyev dayanıb. Başa düşürsünüz? Bəlkə də İlham Əliyev, bax mən sizə tam açıq deyirəm, bəlkə də İlham Əliyev bu söhbətlərin üstündən keçər. Bəlkə də İlham Əliyev sizi də bağışlayar. Belə deyək də, bu dediyimiz də bunu diktator demişik, indi mən ona ağır sözlər demişəm, mən də bağışlayar. Amma o yanında oturanlar gedirlər bizi elə görsədirlər ki, İlham deyir ki, bunlar vurun öldürün. Başa düşdün? İlham elə deyirlər ki, Məhəmməd Mirzəli milyarderdir, bəs dağıdacaq, Azərbaycana çeviriş eləyəcək. Tural Sadıqlı deyir, Məmməd Əmir Əssadın imzası olan arxasında qəşəng deyir, üstasının maşında gəzir, bəs deyir, dağıdacaq deyir. Yəni bu cənab prezident deyir, bu ölkədə üsyan xidmətçiləri işləyirlər, onlarla bərabər Azərbaycanın inqilab edəcək, İlham Əliyevi atacaqlar qoduqluğa. Elə ki, yəni ki, görün vəziyyət nə? Bizi əjdaha kimi ağzından o kinolarda göstərəcək. Sən tanımırsan da. Biz bəlkə də olanları başqa öz yerində. Prost deyirəm ki, İlhamın gözünə biz eləsə oxurlar ki, bunlar dəhşətli adamlar da, yəni bunları aradan götürmək lazım. Bunlara pul cənab prezident, bəs bir 20 milyon da olsaydı, deyirdi ki, biz yaxşı bir Almaniyada, Fransada hər hansısa bir qanuni prosesdə deyə götüründə 20 milyon. Təki bunlar sussunlar, təki bunları susturun. İlham Əliyevin də xəbəri yoxdur 20 milyon hara getdi. 20 milyon hara getdi? İlham getdi. Və boğazını ipsalıb oynadırlar. Çünki 20 milyon Əliyev üçün heç nədir. Onun ətrafındakılar üçün isə biraz puldur. O məsəl üçün DTX-da bir-iki tula üçün, məsəl üçün Ceyhun Şadlınski üçün, baş prokurorluqdakı adamlar üçün 20 milyon biraz puldur. İlham Əliyev üçün 20 milyon nədir ki? Qızının elə bir dənə bir ölkəyə səfər edib bir həftə istirahət etməsidir. Məsəl üçün, nəyinsə üstünü bağlamasıdır. Axırıncı çıxan Mercedes-in qiymətdir. Leyla Yevan ev ki, Mercedes-in, Arzu Yevan Mercedes-in qiymətdir. Yəni axırıncı da yəni maşınların. Hə. Onu demək istəyirəm.
düşmür onun. Bir başqa bir qeyrətli məmuru da yoxdur ki, desin ki, hə, o məmur səni allatdı. İlham Əliyevə axı sözü deyə bilməz ki, filan kəs səni allatdı. O zaman İlham Əliyevin özünün alçaldılmış hesab edilir. Ceyb desə belə, ceyb desə belə. Ceyb kimi hansısa məmur desə ki, cənab prezident aladılar, o da deyir ki, dövlətin qurumları var da, dövlət təhlükəsizlik xidməti, baş prokuror, dövlətin qurumları var, dövlətin qurumları bu işlə maraqlanacaq. Ilham Əliyev sənin qoyun başı var. Görmürsən ki, dövlətin qurumları harınlamış bu oyunu ip salıb oynadı. Görmürsən. Qardaş, həqiqətən bəzən mənim yazım yerdə Əliyevə bu məsələlərdə ki, adam nə qədər bədbəxt olar ki, yanındakılar bunu nə qoyur. Əlin Ağayevi, Ceyhun Şadınskisi, Beylər Əyibovu, Fərid Əsgərovu, hərəsi bir tərəfdən, hələ Hikmət Hacıyevi, bunun yəni istədikləri kimi yönləndirə bilirlər də. Yaşı çox olduqca Əliyevin elə bir ki də başı da qaçırır. Başqası da İlham Əliyev bütün vitamini bığına gedir. Mən o cəhətdən deyirəm ki, İlham Əliyev bığınqıqsa, mən sizə ciddi deyirəm, bığınqıqsa, sən deyən kimi üzr deyirsiz Azərbaycan xalqına. Azərbaycan xalqına dəyər də verəcək, Azərbaycan xalqının qədrini də verəcək. Sadəcə bütün vitamin 12-dir, 10-dur, 9-dur, 3-dür, B-dir, 1-dir, hamısı bığına gedir. İlham Əliyevin əsas bığı qırxılmalıdır. Bığı qırxılmalıdır və Azərbaycan xalqının qarşısında Bərbərini tapmaq lazımdır. Bərbərin maraqlanan bərbəri kimdir onu görən. Buradan İlham Əliyevin bərbərinə çağırış edirik ki. Əfəndi olsa bir götür də onun ucundan bir götür, yəni o bir beyninə bir vitamin işləsin, beyninə bir vitamin vursun. Belə çıxır ki, Azərbaycan xalqının xilası İlham Əliyevin bərbərinin əlindədir. Bir dənə o bığı qırxmış olsa, bilməyərəkdən. Heç lazım deyil. Tonqanın üstündən bir tullananda bir 11 balaca bir itirəsindən düşdün tonqanın içərisinə. Bir dənə bığı ütülsün, ondan sonra söhbət olacaq. Duran nəsə, gəl keçək sizi söhbətə. Bax, nə demək istəyirdim. Demək, Azərbaycan hakimiyyətinin deməkdə İlham Əliyevin ağlı olsaydı, böyrünə bu formada milyonlar çırpışdıran, belə deyək də, Azərbaycan xalqına zülm edən, onu hər gün alçaldılmasında maraqlı olan məmurları yığmazdı. Bax, mən özümdən götürürəm. Mən yenə deyirəm, bir ilə yaxın idi ki, ortalıqda yox idim da. Mən Made in Azərbaycan kanalında ümumiyyətlə videolar paylaşmıram, Məhəmməd Mirzəli kanalında videolar paylaşmıram. Kanalım bloklanmayıb, sadəcə özüm paylaşmıram. Çünki mən öz biznesimdən, şəxsi biznesimdən məşğulam. Şəxsi biznesimi genişləndirməyə çalışıram və gələcəkdə başqa bizneslərin qurulması üçün çalışıram. Yəni 1-də 2-3 biznesim olsun ki, daha yaxşı gəlir əldə edim. Nəysə, sözümün canındadır ki, amma gördünüz, Əlin Ağayev, Kamran, nə bilim, o birislər nədir? Həm buradan maliyyəni ötürürlər Real TV-yə ki, bax bunun şəklini durmadan qoy, qıcıqlandır, gəlsin, yenə də İlhamın nəslinə, kökünə yağdırsın, yaxşı sözlərdən, Mehribana yaxşı sözlərdən desin, qoyma bu getsin. Buradan bir cinayət şəxs desin ki, qayıtsın geriyə. Bunların məqsədi bundan ibarətdir. Bunlar buna xidmət edirlər. Mən bunu əgərlərəm Azərbaycan hakimiyyətinin başına oturan deməyəcəm. Çünki Kamran Əliyev kimi cındır, Əlin Ağayev kimi biqiriyyət, nə bilim, Orxan Sultanov kimi şərəfsiz, adından ki, gör İlham Əliyev kimdir ki, İlham Əliyevin boyu, İlham Əliyevin özünə demərəm heç. Şimdi bildiyim məlumatlar var da. İlham Əliyev sən boyu yerə soxma. Sən nə cındır, nə şərəfsiz, nə gözü ilə görən, nə mındaradır sənə. Sən kimsən ki, adın Əhmədzadinə, sənin boyu yerə soxma İlham Əliyev. Sənin kül kişi başı İlham Əliyev. Sən nə biqiriyyət. Sənin mən arvadın silikonlarından özün öpəsən, İlham Əliyev. Nəysə, Məhəmməd, sözlər biraz daha da ağırlaşır. Onlar layiq söz. Mən söz sömürəm ki, Mehriban silikonların dəyişdirdi, ondan deyirəm. Mehriban Əliyeva 2 gün bundan qabaq Rusiyadan bir nümayəndə heyət gəlmişdi, səhv etmirəmsə Azərbaycana. Mehriban Əliyevanı biz yenidən orada gördük. Mehriban Əliyeva silikonlarını dəyişdirdi. Matviyenko ilə bərabər Mehriban Əliyevanın silikonlarını görmədiniz? İlham Əliyev təbii ki, Mehriban Əliyeva silikonu dəyişdirdi, o dodağında bir maç eləyəcək də. Biraz elə. Zəhmət olmasa Tural, bir Mehribanın sifətini yaxınlaşdıra bilərsənmi? Mehriban Əliyev, and olsun Allaha deyirəm, mən Turalın itini görmüş adamam. Mən Turalın bir iti gətir Mehribanın yanına qoyucudan, yəni ki, Turalın o Sunoku Mehribandan da 5 dəfə daha gözəldir. Sunoka yəni ki, eşq olsun, buradan Sunoka itimlə işin yoxdur, yatıb gözlərində. Rahat bıraxaq onu. Təşəkkür edirəm Məhəmməd. Təşəkkür edirəm. Görək yenə ağlanan olacaqmı, özlərini ağıl aparacaqlarmı? Amma hər şey yaxşı. Bu baxan bu şouya baxıb bir deyək ki, buna
biabırçılıq da edirsiniz. Əlin Ağayevlə, düz deyində, bəlkə də Kamran Əliyevin torbasını tikmək istəyənlər də var. Bu deyiblər ki, Kamrancan belə elə. Kamran da bəlkə tupoydu. Amma Kamran Əliyevin arxasında, Kamran Əliyev bu vəzifəyə bilirsiniz kim gətiribdir? Mehriban Əliyevanın bibisi oğlu Altay Həsənov. Yəni Kamran Əliyev Altayın adamıdır. Paşayevlərin adamıdır. Kamran Əliyevin birinci mavini var, Heydər Məmmədovdur. Heydər Məmmədov 40 yaşı yoxdur, məndən cavandır. 40 yaşı yoxdur, generaldır. Yəni ədliyyədə neçənci dərəcəli, ikinci dərəcəli, üçüncü dərəcəli müşavirdir. Bu, digər hüquq mühafizə orqanlarında general hesab olunur. Yəni general vəzifə. 40 yaşı yoxdur, general eləyiblər bunu. Və bu nəyə görə? Çünki Altay Həsənovun kürəkəni Orxan Məmmədovun qardaşıdır. Paşayevlər bütün qohumlarını yığıblar yan-yana, sonra bizə deyirlər ki, biz cinayətkarıq. Və mən deyəndə ki, Azərbaycan xalqı çıxır meydanlara İlham Əliyevin, Azərbaycan hakimiyyəti necə istəyirsiz rəftar edin, mənə deyirlər ki, bu üsyana çağırır. Azərbaycan xalqı üsyansız bunları devirə bilər. Azərbaycan xalqı meydana minlərlə, 10 minlərlə, 1 milyon insan çıxmasa, nə bilim İlham Əliyevin gəlib evin basmasa, onu oradan gətirib Qəddafi kimi Azərbaycan xalqının gözünün qarşısında təpəsinə şillə vurmasa, Azərbaycan xalqının ürəyi soyacaq. Bax, Azərbaycan xalqına siz illər təcavüz edirsiniz. Sonra deyirsiniz ki, Azərbaycan xalqı bizə iftira atırsınız. Biz Azərbaycan xalqının üsyana çağırır ki, Azərbaycan hakimiyyətini dəyişsin. Mən çağırıram. Çıxın İlham Əliyev necə istəyirsə o formada dəyişin. Bunu mən çağırıram. 2025-ci il 17 mart bax Məhəmməd Mirzəli bunu çağırır. Çıxın İlham Əliyev necə rəftar etsin. Gətirin Azadlıq meydanına İlham Əliyevi şilləliyin. Nə formada istəyirsiniz o formada şilləyin İlham Əliyevi. İstəyirsiniz başına vurun, istəyirsiniz dalına vurun, istəyirsiniz harasına vurursunuz vurun. Bunu mən Məhəmməd Mirzəli Faziloğlu çağıram. 1976-cı ildə dünyaya gəlməmişəm ha. 1994-cü il fevralın 5-də səhər üzü. Yəni bunu da yazın beləsinə cinayət işinə. Özünüzə yaxşı baxın Tural bəy. Yaşadırlar. Kamran Əliyev haran qoduğudur ki, Əlin Ağayev haran qoduğudur ki, İlham Əliyev haran tulasıdır ki, gəlsin bizim qarşımıza durub kişi söhbət eləsin. İlham Əliyev səni buğu qırxıb sındırarıq.